Həmişəki kimi biz çox xoşbəxtıq və sevinirik. Bir gün qızlarım keçiblər yoxlanışdan. Uziləri hər şey yaxşıdır. Ürək vurusu var, yerindədir. 12 həftəyə çatan kim, paketdən keçən kim, doğuşa hazırlanan kim və ilk dəfə ürək vurusu görən kim, hamısında hər şey yaxşıdır, superdir. İlk qızımızdan başlayaq. Qızımız Tarana xanım 41 yaşındadır, 2 il ailəlidir, antimüllür 0,5 idi, hormonal problem idi, ona baxmayaraq cəmi bir kurs möcüzə oldu bizim balamız. Bir kurs müalicə nəticəsində baxmayaraq əvvəl müalicələr gedirdi və deyirlər ki, çox problemlərimiz var, yaş faktoru, hətta süni maylanma məsləhət görürdülər, amma şükürlər olsun cəmi bir kursdan təbii kurs müalicə nəticəsində həmləlik baş verdi. Və həmləliyimiz çox riskli keçir, gematomamız var, qanaxmamız var idi, qızımız yataq rejimindəydi. Ona baxmayaraq yavaş-yavaş həmləlik böyür, 9-10 həftəyə çatdıq və bir gün yoxlandıq, hər şey yaxşıdır, sizi təbrik edirəm. Şükür, hər şey yaxşıdır. Hematomanın azlıq var, Azalıq, çox yaxşı, ürək döyüntüləri gördüm, hər şey yaxşıdır, çox sağ olun. İkinci pasiyentimiz Pəri xanım 8 il sonsuzluqdan əziyyət çəkirdi, boruları bağlıydı, hormonal problem, keyfiyyətsiz follikullar. Ona baxmayaraq neçə kurs müalicəmiz olub? 7 ay. 7 ay. 7 kurs müalicə nəticəsində hətta biz süni maylanma planlaşdırırdıq, amma ehtiyac olmadı. Qızımız bir gün 12 həftəyə çatdı və təbii yolla həmlə qalıb. Sizi təbrik edirəm. Çox sağ olun. Arzusunda olan bütün hər kəsə, bütün ailələrə Allah qismət eləsin. Amin. Çox şükür. Çox sağ olun. Təşəkkür edirik sizə. Təbrik edirəm. Siz də oldunuz möcüzə. Xayalə xanım ilk həmləlik olub və 25 həftədə inşaatdan qalmışdı uşaq. Sonra gəldi yanıma. Səbəblər tapıldı. Laxtalanma problemi, genetik problem, uşaqlıq boyunda qısalma, hətta uşaqlıq boyuna tikiş də qoyduq və qalıb sayılı günlərimiz qızımız Mamiçik olar. Siz təbrik edirəm. Çox sağ olun. Təbrik edirəm. Növbəti bizim həmləmiz riskli həmləlik keçirdib. Birinci doğuşumuz olub 28 həftəsində və riskli həmləlik keçirdib. İkinci həmləliyi gəlib doktorun yanına və hal-hazırda 26-27 həftəyə çatmışıq. Eyni riskli keçir. Əlhəmdülillah, yaxşıdır, yavaş-yavaş düzəlirik. Əvvəlki kimi qorxular yoxdur, risklər yoxdur, qan gəlmir, hər şey yaxşıdır. Şükür Allah. Növbəti həmləmiz 8 il sonsuzluqdan əziyyət çəkirdi. 38 yaşı var. Yumurtalıq polikistoz sindromu, hormonal problem, zəif follikullar, miomamız var 5-6 santi, ona baxmayaraq. 28 həftəyə çatdıq. Hər şey qaydasındadır, yaxşıdır, şükür. Hər şey yaxşı gedir sayənizdə. İnşallah yaxşılar. Təbrik edirəm sizə. Axırıncı qızımız 4 il ailəlidir. İkinci dəfə həmləlik xəbəri ilə gəlib. İlk dəfə 2 il sonsuzluqdan əziyyət çəkirdi. Endometrial polit, hormonal problem. Və ona baxmayaraq həmləlik baş verdi. Hal-hazırda qızımız var. Bu dəfə də həmləlik baş verir. Eyni riskli keçir. Sizi təbrik edirəm Raziyə Çox xanım. sağ olun doktor. Təşəkkür edirəm. Ailəmizə sevinç qatırsınız. İndi ikinci sevincdir. Təşəkkür edirəm. Bütün problemlərimə vaxtında çözüm tapdınız ki, mən ikinci övladımı dünyaya gətirməyə hazırlaşıram. İnşallah. Sizə də arzu edirəm ki, siz də belə sevinəsiniz, arzularınıza çatasınız, hamımız belə tonpuş-monpuş olasınız, həmləlik xəbəri biləsiniz və qucağınız dolu olub belə bütün evlərdən körpə səsi gəlsin. Amin inşallah.